Bal Sulam bunu bütün dünya millətlərinə aid edir və deyir ki, təkcə bu məqalələrdə yox, ümumiyyətlə özünün bir çox məqalələrində o gözləyirdi ki, onun bütün məktubları ingilis dilinə tərcümə olunacaq. Onun bunu etməyə qadir olan tələbəsi, şagirdi var idi və indi göstərmək istəyirəm ki, biz Bal Sulamın istədiyini nə dərəcədə realizə edə bilirik. Ona görə ki, bizim çoxlu tərcüməçilərimiz var və bizim kitablarımız 60 dildən çox dilə tərcümə olunub. Həmçinin bu dərslərin məqalələri də 32-yə qədər dilə tərcümə olunur və biz sizə hazırladığımız bu kliplərdə də əslində biz tərcüməçilərə onların bu sadiq işinə görə təşəkkür edirik ki, onların hesabına biz bütün bunları bütün dünyaya yayırıq. Tərcüməçilərinizi zəhmət olunsa ekranda göstərin. Bəli, buyurun Zoom'da. Sizin də tərcüməçiləri görürsünüz. Bu bizim tələbələrimizdir. Bu Kabala elmini öyrənən insanlardır. Amma yaradan elə eləyib ki, misal üçün Matey həm ingilis dilində danışa bilir, həm çex dilində danışa bilir. Yakov isə Yahudi dilində və fransız dilində danışır. והחברה שלנו שמתרגמת עכשיו לאזרבייג'נית יודעת לדבר שתי שפות. ומה הם עושים? הם בעצם שומעים את השיעור בשפה אחת והם מתרגמים אותו לשפה אחרת, וכך הם מעבירים לכם שמדברים שפה מסוימת בדיוק את אותו ידע מופלא שבעל הסולם כתב. אז היום זה לא רק תרגום לאנגלית, היום זה כבר להרבה מאוד שפות. ובזכות האנשים היקרים האלה, אנחנו תרגמנו לאורך 30, נכון? אפילו יותר. אפילו אנחנו זוכרים את זה, כי אנחנו היינו שותפים לכל התהליך הזה. לאורך 30 השנים האחרונות, את חוכמת הקבלה, את כתבי המקור האותנטיים, להרבה מאוד שפות. וחשוב לדייק ולהבין, רק תלמידים שלנו מתרגמים. אין פה אנשים שכירים מבחוץ, כי הם לא מבינים את השפה הפנימית של חוכמת הקבלה. רק תלמיד שכבר לומד את חוכמת הקבלה, והוא דובר שתי שפות, הוא יכול להעביר דרכו את הידע הזה בצורה נכונה, בלי לפגוע בכם ששומעים את זה בשפה האותנטית שלכם. אז בואו נראה עם הרבה הודיה והוקרה למתרגמים העיקריים שנמצאים כאן, ולהרבה מאוד מתרגמים אחרים שלא נמצאים כאן, כי יש רבים נוספים. בואו נראה את קליפ מספר 2, בדיוק על התהליך הזה שנקרא תרגום חוכמת הקבלה. בבקשה. אנחנו kutuvim ve orxim, yəni dərk etmə gəldikdən sonra biz bunları ideyalarda möhkəmlədirik. Biz çəkirik və müəyyən bir çəkdiklərimizi elə etmək istəyirik ki, daha çox insanlara bu çatdırılsın. העולם עדיין לא מדבר בשפה אחת, בשפה של Yəni elə insanlar var ki, onlar onun dilinə heç bir şey tərcümə olunmayıb. Ona görə bizim həmişə yaxşı tərcüməçilərə ehtiyacımız var ki, onlar bütün dünyada öz doğma dillərində kabalistik mənbələri ala bilsinlər. Rabi Akivanın 24 minə qədər şagirdi qarşılıqlı nifrət nəticəsində, həsəd və qürur nəticəsində məhv oldular. Sanki onlar yox idi. Rabi Akiva bilirdi ki, onun artıq talihi həll olunub və o son nəsildir. Rabi Akiva Yoxay. Et l'un d'entre eux sirli və möcüzəli bir xəbər göndərirdi ki, gözləyirdi ki, bütün bu dünyanı necə olduğu vəziyyətdən qaldırsın, yaradana yaxınlaşdırsın. Ona görə bu azadlıq ruhunda bir təhlükə görürdülər. Və bütün bu materialları biz bu şəkildə tərcümə etmək istəyirik və insanlara çatdırmaq istəyirik. Videokliplər, filmlər, kitablar və s. Mən Kabala elmi ilə 40 ildən artıqdır ki, məşğul oluram. Yalnız bir şey deyə bilərəm ki,
elə bir iş yoxdur ki, o bizim məşğul olduğumuzdan vacib olsun. Yəni Kabala elminin öyrənilməsi və bütün dünyada yayılması, yəni bütün bəşəriyyətin xoşbəxt gələcəyi yalnız bundan asılı, təkcə bizim yox. Biz yeganə təşkilatıq ki, dünyadakı hər bir insanın qayğısına qalmağa cəhd göstəririk. Və hər kəsə Kabala elminin izahını verməklə onları istəyirik ki, yəni Kabala elmi bütün dillərə tərcümə olunsun və biz bunun qayğısına qalırıq. Bura çoxlu vəsait və güc sərf edirik. Mən çox ümid edirəm ki, siz də buna qoşulacaqsınız bu təşəbbüsə. Və belə olan halda biz doğrudan da görəcəyik ki, bütün dünya kabalistik mənbələrlə dolur, bütün dillərdə ki, hər kəsin doğrudan da belə bir imkanı olsun ki, Kabala elmini öyrənə bilsin, onun öz doğma dilində. אז באמת האנשים העיקריים האלה, שבזכותם כל העולם יכול ללמוד את חוכמת הקבלה, עושים פשוט עבודת קודש. הם באמת עוברות עבודת קודש.